gözəl ayaqqabılar. 1 iyun Beynəlxalq Uşaqların Müdafiəsi Günü bayramıdır. Sizin hamınızı təbrik edirəm. Bu sizin gününüzdür. Mən bilirəm ki, sizin valideynləriniz də sizin üzərinizdə əsirlər, hər birini salamlayıram, Allah can sağlığı versin. Və bilirəm ki, burada uşaqların əksəriyyəti pumba pitsi sevirlər və pumba pitsdən giyinirlər. Mən bunu vermişimdə dəfələrlə vurguladım, çünki valideynlərin özü mənə dedilər ki, bizim neçə illik artıq uşaqların geyimləri pumba pitslərdir, mən heç bilmirdim. Bir 70-80%, elə deyil, ayaqqabı oradan geyinir. Mən bütün geyimləri pumba pitslərdir. Fərid xəbərim yox idi. Fərid neçə ildir mənim layihələrimdə iştirak edir. Fərid hardandır geyimi? Pumba pits. Niyə? Səbəb nədir? Uşaqlar pumba pitsi çox sevirlər. Səbəb Polşa və Türkiyə istehsalıdır, keyfiyyətlidir, münasib qiymətlərədir və pumba pitsinin doğrudan da baxın, geyimləri, doğuşdan, yeni doğulan körpələrdən tutmuş 16 yaşına kimi uşaqların geyimləri var burada, ortopedik ayaqqabılar var burada. Neçənci ildən fəaliyyət göstərir Pumba Pits? 2008! Neçə filial var? 2! Birinci filial haradadır? İkinci filial haradadır? Qaçın ürəyiniz istəyən geyimləri, ayaqqabıları seçin. Getdi. 1, 2, 1! Burada nə gözəl oğlan geyimləri var. Baxın, nə gözəl geyimlər var burada. Nə hədiyyəsi bu? Pumba taksi. Əri pumba istəyir, deyir pumba taksi. Ayxanın 27 yaşı var, məsəl üçün, burada maşınlar seçir. Boşuna gəlir, sağ olsun. Köynək. Biz milli dildə danışırıq, köynək. Təbrik edirəm, görürsünüz də bura, yəni dünyanın 100 ölkəsindən gəlirlər bura, baxın. Baxın, Bəhreyndən gəlib Pumba Pitsə, gəlib övladı üçün buradan köynək almağa, şalvar almağa, ayaqqabı almağa iştirak edən bizim layihəmizdə uşaqların hər biri səhnə görünüşü çox gözəldir, istedadlıdırlar. Ona görə də gözəl görünüşlü uşaqların, istedadlı uşaqların yanında kim oldu bizim baş sponsorumuz? Eşitmədim.